Neçə ildir məşğulsunuz bu işlə, peşə ilə? 15 il. 20 ilə yaxın bu işlə məşğulam. Sizi dolandırır mı bu peşə? Ümumiyyətlə çətinlikləri və problemləri varmı? Problemi yoxdur. Yəni bizimlə dolanır, tələbat da var hal-hazırda. Sifarişdən də hazırlayır qabları. Hal-hazırdakı bu qab yemək pişirmək üçündür. Bu yemək pişirmək üçündür. Bunlar gül qabıdır. Gül açmaq üçün. Bu da nehrədir. Bu qabların hazırlanması, bu gilin hazırlanmasında müəyyən vaxtlar gedir, gil islanır, hazır hala gəlandan sonra bu qablar düzəlir, düzələndən sonra 2 gündən sonra biraz özünə gəlandan sonra, quru hala gəlandan sonra başlayır bunun üstünə əllə naxışlar vurmağa. Bunlar da hamısı pişirir, hazır, məhsuldur, yəni güləşmək var. Bunlar da yemək qabıdır, saçır, yəni qədimdə ən gözəl yeməyin, yəni onun içində hazırlanan yeməyin həm dadı, həm də keyfiyyəti, zəhərlənməsində də qarantı verilir. Yəni burada zəhərlənmə az olur. Həm keyfiyyətli limonlar, həm də yeməyin dadı olur. Yəni bunun içində bir saxlama olar. Qaldı bunlar da bayaq qeydimiz kimi, bunlar da balıq tuzlamasıdır, balıq hazırlamaq, yiyəlasınmaq üçündür. Bunlar da yəni ən keyfiyyətli, təmiz yağ hazırlamaq üçün bu neylər yağ üçün hazırlanır. Ümumiyyətlə bu məhsullara tələbat varmı? Tələbat var da. Yəni bu son zamanlar hər yerdən, Rusiyanın özündən də hər yerdən tələbat var, gəlib alırlar. Biraz bunun inkişafında bir balaca, yəni buna qaz da olsa, şərait olsa daha yaxşı olar ki, yəni qazla bişirilən qab keyfiyyətli olur, həm də rəngi də təbii öz rəngi gözəl olar. Biraz bizdə qaz problemi var, hal-hazırda olmalıdır yaxınlıqda.